Sehirli qarpız toxumu. Bir var idi, bir yox idi. Qədim zamanlarda yaşıl dağların qoynunda yerləşən Balqabaq kəndində Balabəy adında bir oğlan yaşayırdı. Balabəy kəndin ən səbirli, mehriban və çalışqan uşağı idi. Bir gün babası ona bir torba verdi. Torbanın içində cəmi bir dənə qarpız toxumu var idi. Bu adi toxum deyil, dedi babası. Bu sehirli toxumdur. Amma yalnız dürüst, çalışqan və mərhəmətli biri bu toxumu böyüdə bilər. Balabəy toxumu aldı və həyətində kiçik bir yer qazıb torpağa bastırdı. Hər gün səhər-səhər oyanıb toxumu sulayır, onunla danışırdı. Kəndin uşaqları isə gülüb deyirdilər: "Balabəy, qarpızla danışmaqla nə olacaq? O danışıqdan böyüyər." Balabəy isə gülümsəyib deyirdi: "Sevgi ilə yetişən hər şey böyüyər." Günlər keçdi, aylar ötdü. Qarpız pöhrələndi, yarpaqları böyüdü, lakin meyvə vermirdi. Balabəy ümidsizliyə tapılmadı. Bir gün kəndə böyük bir quraqlıq gəldi. İnsanlar susuzluqdan əziyyət çəkirdilər. Quyularda su qalmamışdı. Balabəy əlində qalan son suyu da qarpızına verdi. Bir səhər möcüzə baş verdi. Qarpız o qədər böyümüşdü ki, bir eşək arabasına güclə sığırdı. Amma ən maraqlısı içində idi. Balabəy qarpızı kəsəndə içindən büllür kimi saf su fışqırdı. Qarpız su ilə doluydu. Kənd cəmaatı bu su ilə torpaqlarını suladı, su içdi, ağaclarını xilas etdi. O gündən sonra Balabəyə Balqabaq kəndinin qəhrəmanı dedilər. Sehirli toxum isə hər il yeni qarpızlar verdi. Amma yalnız Balabəyin mərhəmətli və səbirli əllərində. Əxlaqı, səbir, mərhəmət və sevgi ilə yetişdirilən hər şey bir gün mükafatını verir.